Salam uşaqlar, bugünkü mövzumuz əməllər artıcılığı. Səhifə 96, 97, 98. Başlayalım mövzumuza. Uşaqlar, əməllər artıcılığı hansı formadadır? Burada biz yenə də toplamadan, çıxmadan, vurmadan, bölmədən danışacağıq. Ümumiyyətlə, hər hansı bir ifadənin qiymətini taparkən birinci mörtəzi daxilini və yaxud da modulu hesablayırıq. Birinci modul varsa modulu və yaxud da mörtəzi daxilini. Mörtəzə və ya modul. Modul. Hansı varsa birinci onu hesablayırıq. İkinci, qüvvət hesablanır. Qüvvət. Qüvvət varsa qüvvət təyin edilir. Qüvvət. Üçüncü, vurma bölmə. Uşaqlar, vurma ilə bölmə eynidir. Yəni, eyni birinci hansı gəlibsə onu hesablayırsınız. Vurma birinci gəlibsə vurmanı, bölmə birinci gəlibsə bölməni. Vurma bölmə. Dördüncü isə ən axırda toplama çıxma. Toplama çıxma. Toplama da çıxma da ardıcıl formada hesablayırıq. Toplama və çıxma. Çıxma. Bu olacaq bizim əməllərimizin ardıcılığı. Bir daha deyirəm. Birinci mörtəzi daxili hesablanır. Mörtəzi daxili və yaxud da modul. İkinci qüvvət hesablanır. Üçüncü vurma bölmə hesablanır. Ən axırda da toplama çıxma. Ardıcılığı bilək ki, uşaqlar. Nəyə lazımdır? Məsələn, ifadə verilir, böyük ifadə. Siz tuta bilmirsiniz ki, birinci biz burada hansını hesablayaq? Vurmanı hesablayaq, toplamanı hesablayaq. Yəni, bilirsiniz ki, ardıcılığı hansı formadadır? Mörtəzi varsa, mörtəzi axtarıb taparsan. Qüvvət varsa, birinci qüvvəti taparsan. Sonra vurma bölməyə çatarsan, ən axırda da bütün hamısı qurtarırsa, ən axırda da toplama çıxmanı həll edərsən. Başlayaq indi hesablamalarımıza. Gəlin, suallar üzərində izah edəcəm. Bir daha dərinə. Hansı formada verilir? Şimdi canım bir tane sual tapın. Verilib bizə səhifə 97-də 8-ci sualdan başlayacağım uşaqlar. 8-ci sualın bir-bir bəndlərinə baxacağım. Verilib 3-ün kvadratı üzərinə gəlməsin. 18 bölünsün -2. Birinci baxıram. Mörtəzi daxili ifadə varmı? Uşaqlar, mörtəzi daxili ifadə görürsünüz. Xeyr, bu mörtəzə uşaqlar -2-nin mörtəzəsidir. Ədədin mörtəzəsidir. Yəni ifadə deyil. Bu tutar ki, -2 + 1 olsaydı, bu ifadədir. Birinci bunu hesablayardım. Amma görürəm ki, yox, ifadə yoxdur. Sadəcə mörtəzə var, ifadə yoxdur. Burada elə ifadə yoxdur. Yəni -2-nin nəyini hesablayacağım? Deməli, sonra baxıram qüvvətlər. Qüvvət varmı? Bəli, 3-ün kvadratı. 3-ün kvadratı nə idi uşaqlar? 3 vurulsun 3 demək idi, o da edir 9. Bunu yazdım. Keçirəm, başqa qüvvət varmı? Xeyr. Növbəti. Vurma bölmə. Görürəm ki, burada bölmə əməli var. Bölmə əməlini yerinə yetirirəm. Müsbət, mənfi. Aha. Bizə nə verəcək uşaqlar? 18-i böləndə -2. 9 eləyirmi? -9. Biri mənfidir deyə cavab edir mənfi. Deməli, cavabımız andır. Bu bərabərdir. 9. Uşaqlar, mənfini də müsbətə vuranda, qabağında müsbətə vuranda elədi mənfi. Çıxılsın 9. 9 çıx 9 neçə edir? 0. Çıx, ifadəmizin qiyməti oldu bu. Növbəti bir sual üzərində dediyim. Məsələn, verdik bizdən. D variantına baxıram. -2-nin kvadratı bölünsün 1 çıxılsın 3 üzərinə gəlsin 2. Bu bərabərdir. Dedik ki, qüvvəti mörtəzi daxili varmı? Yox. Qüvvəti hesablayıram. -2-nin kvadratı. Kvadrat nə idi? 2 dəfə öz-özünə vur. Yəni -2 vur -2. Mənfi vur mənfi elədi. Müsbət 4.
Deməli, surətdə ədədim nəyə bərabərmiş? Müsbət 4-ə. Bura şimdi problem yoxdur uşaqlar. Yəni, bu ifadənin yerinə yaza bilərəm 4. Keçdim. Başqa hansını hesablaya bilərəm? Dedik, sonra vurma bölmə. Uşaqlar, mən 4-ü bölürəm, düzdürmü? 1 çıx 3-ə. 1 çıx 3 nədir? Mən 4-ü nəyə bölürəm? Birdən birinci çıxacam 3-ü. Görün, 1-dən 3 çıxanda neçə edir? Hansı ədədə bölürəm mən? 1-dən 3 çıxanda elədir. Bir müsbət, bir mənfidir deyə böyüdən kiçiyi çıxırdıq. Demişdik ki, böyüyün içərisi qarşısına yazılır. Mənfi 2. 1 manat pulum var idi. Sən gəldin mənimdən 3 manat aldın. Düzdürmü? 2 manat borclu qaldın mı? Sənin məndə 1 manatın var idi. 1 manatım var idi. 1 manat çıxdı. 2 manat da özümdən əlavə verdim. Yəni mənfi 2. 2 manat borclu qaldı. Elədir burada 4 bölünsün mənfi 2. Plus 2. 4 bölü 2. Elədir 2. Bir müsbət, biri mənfidir deyə cavab elədi mənfi 2. Mənfi 2. Burada da qaldı plus 2. Bu da bərabərdir. Ən axırda da toplama çıxma işləyirik. Biri mənfi, biri müsbətdir deyə böyüdən kiçik çıxılır, böyün işarəsinin qarşısına yazır. 2 çıx 2 neçə edir? 0. Bu formada təyin edirik. Aydın uşaqlar. Keçirəm növbəti bəndən. Bir dənəsinə də baxaq. Verilib bizə modulda 4 çıxılsın 6'nın kvadratı bölünsün 8. Dedik, birinci modul daxilində hesab var. 4 çıxılsın 6'nın kvadratı. Şu an mən 4'dən nəyi çıxıram? 6'nın kvadratı nədir? Birinci qüvvət üstünü tapıram. 6'nın kvadratı eləyir 6 vur 6. 36. Deməli, 4'dən çıxmalıyam 36'nın. 4'dən 36 çıxanda nə edir? Biri müsbət, biri mənfidirsə, demişdik, böyüdən kiçik çıxıb, böyüdən işarəsi qarşısına. Elədir, 36'dan 4 çıxanda 32, böyün işarəsi mənfidir deyə, 36'nın işarəsi mənfidir deyə, mənfi 32. Yazdım. Modulda, hələ modulu təyin eləməmişəm, mənfi 32, bölünsün 8. Modulda mənfi 32-dən neçə çıxır? Müsbət 32. Modul məsafə deməkdir, həmişə müsbət bir qiymət verilir. Müsbət 32 bölünsün 8, bu da edir bizdə 4. İfadənin qiymətləri 4. F bəndinə də baxaq. Bu sizin uşaqlar. Səbəblər görsənsin. F bəndində verilir. Modulda mənfi 2'nin kubu çıxılsın 1. Bölünsün mənfi 3'ün kvadratı. Bu bərabərdir. Birinci modul daxili ifadə. Dedik. Uşaqlar, bax bu, düzdür, burada qiymətin hər hansı bir təsir eləməyəcək. Bax, bu 2'nin kubudur ha. Əgər mənfi 2'nin kubu desəydi, bax, mənfi 2'ni mörtəzəyə alardı. Yəni, mənfinin də kubunu hesabla deyərdi. Bu sadəcə 2'nin kubudur. Mənfi olduğu kimi qaldı. 2'ni 3 dəfə özündən vuranda 2 vurur, 2 vurur, 2, elədi 8. Çıxılsın 1. İkisi də mənfidirsə nə ayırırdıq? Toplayıb işarə qarşısına yazırdıq. Çünki sən mənfi 8 manat borcun var. 1 manat da borcun oldu. Cəmi 9 manat. Mənfi demişdik borcdur. Cəmi 9 manat. Yəni modulda aldım mı mənfi 9? Modulda mənfi 9. Burada şimdi problem yoxdur. Bölünsün mənfi 3'ün kvadratı. Bu da bərabərdir. Modulda mənfi 9'dan nəyə çıxır? Müsbət 9. Bölünsün mənfi 3'ün kvadratı. Mənfi 3'ün kvadratı nədir? Mən nəyə bölürəm? Mənfi 3'ü vururam mənfi 3'ə. Bax, mənfinin də, mörtüsdə verir bax. Mənfinin də kvadratı deyir. Yəni, mənfi vur mənfi, yəni mənfi 3'ü vuracaq mənfi 3'ə. Bu da bərabərdir. Mənfi vur mənfi elədir. Müsbət 9. Baxın uşaqlar, arasında fərq böyüdür. Bax, bir var, belə versin. Bir var, belə versin. Bax, burada mənfinin də, bax, mörtəzədə də, mənfiyə də təsir edir. Burada amma sadəcə 3'ün kvadratıdır.
Yəni mənfiyə təsir edən bunun cavabı mənfi olduğu kimi qalır 3 vurulsun. 3 neçədir? 9. Bunun cavabı mənfi 9. Amma mörtəzdə olduğuna görə mənfi 3 vur, mənfi 3. Yəni mənfinin də kvadratını tap dediyinə görə burada elədi müsbət 9. Sizin hal-hazırdakı sualınızda. Aha, 9 bölünsün 9, bu da bərabərdir 1. İfadənin qiyməti neçə eləyir? 1-ə bərabər olur. Keçəm növbətiyə. Növbəti sualda bizə nə deyir? Verilib bizə. Gəlin 9-cu misaldan bir iki sualı baxaq. Verilib. Mənfi 18 bölünsün 3 çıxılsın. Aha, vurulsun 3 çıxılsın 12 bölünsün mənfi 2. Bu bərabərdir uşaqlar. Bərabərdir. İndi mənfi 18 vur 3. Uşaqlar mərkəzi daxili ifadə var mı? Yox, yoxdur. Birinci vurmanı işləyirəm. Deyirəm ki, mənfi 18 vur 3. Elədir mi? Mənfi 54. Biri mənfi, biri müsbət deyə cavab edib mənfi. Yaz. İndi baxın uşaqlar. Mənfi 12 bu çıx kimi nəzərə də ala bilərəm. Bu müəssisədə də yaza bilərəm, problem yox. Deyirəm ki, mənfi 12 bölünsün mənfi 2. Nə edir? Plusa çevrilirmi? Bu iki mənfi bir-birini. Birinci mənfi nəzərə alınır. Mənfi. Elədir mi? Plus. Yəni aralarında işarə plus oldu mu? 12 bölünsün 2 neçə edir? 6. İndi mənfi 54 plus 6 bir mənfi bir müsbətdirsə demişdik ki, böyükdən kiçik çıxılır. Edir 48. Böyüyün işarəsi, moduza böyüyün işarəsi qarşıya yazılır. Cavab edək mənfi 48. Bir dənə də sual üzərində baxaq. B variantına. B variantında bizə deyir. Mənfi 9'un kvadratı bölünsün 27. Çıxılsın. Mənfi 20 bölünsün 10. Bu bərabərdir. Mörtəzə daxili ifadə var mı? Xeyr. Bu şama mörtəzə daxili ifadə deyil. Bir daha deyirəm. Bu sadəcə ədəd verilib içərisində mörtəzə. Yazdıq. İndi uşaqlar, burada nəyin kvadratıdır? 9'un kvadratı. Bax, mənfi 9'un kvadratı demir. Ha, mənfi 9'un kvadratı desə, mənfinin də kvadratı desəydi, bax, mörtəzə yazardı. Yəni, mənfi 9 vur, mənfi 9 yazıb işləyərdi. Amma bu başqa şey deyir. Sizə mənfi aidiyyatı yoxdur kvadratın. Kvadrat sadəcə 9'undur. Yəni, mənfi olduğu kimi qaldı. Mənfinin kimi yoxdur. 9'un kvadratı neçə edir? 9 vurulsun. 9 edir 81. Problem yoxdur uşaqlar. Böyle 81. Bölünsün 27. Bu üstüne yazın. İndi keçin. Bax. Ardınca. Deyirəm ki, mənfi vur mənfi. Nə elədi? Şurada 2 dənə mənfi qabaq-qabaq dayanır. Bunun işarəsi müsbət. Mənfi elədi mi? Müsbət. 20 bölünsün 10 neçə edir? 2. Aydındır uşaqlar. Bax, arada işarəni dəyişin. Ümumilikdə görün, vurma bölmədə. Əgər tək saydadırsa, mənfi, cavab edir mənfi. Burada 1 dənə, 2 dənə. Bunun təsiri var. 2 dənəsi bir-birinə nə edir? Və yaxud da belə yazımda. Gəlin belə deyək. Çıxılsın. Bax, mənfi 20'ni bölüb ona. Düzdürmü? Birinci bölmədə işləyir. Düzdür. Mənfi 20'ni böləndə ona neçə edir? Mənfi 2 edir mi? Hə, yazdım. Mənfi 2. Bu da bərabərdir. 81 bölünsün 27. Elədi 3. Mənfi 3. Mənfi. Bir artı dediyim kimi 2 dənə mənfi var. Müsbət 2 elədi mi? Biri mənfi, biri müsbətdirsə böyükdən kiçik çıxılır. Böyün işarəsi qarşıya yazılır.
bu formada təyin olunur. Keçirik növbətiyə. B variantımız oldu belə. D variantına bir də ki F variantına baxacağım mən. D-yə bir də F. Görək D variantında bizə nə deyir? D-də bizə deyir. -18 çıxılsın. Moduda -68 plus 4. Bölünsün -2 üzərində 5. Bərabərdir. Deməli, birinci modul daxili ifadə. Böyükdən bir mənfi bir müsbətdir deyə böyükdən kiçik çıxıram. 64. Böyün işarəsi qarşıya. Problem yoxdur uşaqlar. Yazdıq. Bu elədir. Modulda yazıram. Modulda -64. Bölünsün. Bir modulda -64'ü. Nəyə bölürəm? Böləcəyim ədəd nədir? Hansı ədədə bölürəm? -3'ün üzərində 5. -3'ün üstü 5 nə edir? 5 dəfə üstünə vuranda nə edir? -32 edir mi? Düz yazdım mı uşaqlar? 5 dəfə mənfi vuranda cüz saydadır, tək saydadır deyə elədi mənfi. 2'ni də vuranda 5 dəfə üstünə 32. Modulda 64'dən, -64'dən çıxdı. Müsbət 64. Bölünsün. -32. Hələ deyil, bu hissəni işləyirəm. Bu da bərabərdir. 64'ü 32'yə böləndə elədi. 2. Bir dənə mənfi var deyə. -2. Qabağa gəldi. Bu bərabərdir. Yazdıq. Bu ifadə ümumilikdə elədi -2. -18 çıxılsın. İfadə nə elədi bərabər buradan sonra? -2. Bu da bərabərdir. Bərabərdir. -18 mənfi elədi plus 2. Bu da bərabərdir. 18'dən 2 çıxanda elədi 16. Mənfi də qarşıya yazıldı. Bu formada təyin edilir. Bir dənə də baxaq. F variantına. Görək F variantında bizə nə deyir? F variantında deyir ki -18 çıxılsın, vurulsun. -5'in kvadratı bölünsün. -5 çıxılsın 5. Deməli, dedik ki, nə işləyirik? Birinci mörtəz daxili ifadəni. Bunu işləməliyəm. -5'in kvadratı. Neçədir? Uşaqlar, bax, mənfinin kvadratı demir. Ha, mörtəzdə yazmayayım. Mənfi nəzərə almır. Kvadratda. 5'in kvadratı elədi 25. Mənfini yazdım. Qabağa -25. Bölünsün -5. Çıxılsın 5 olduğu kimi saxlayın. Birinci bölməni. Mənfi böl mənfi. Mənfi nə edir? Müsbət. 25 böl 5 neçə edir? 5. Çıxılsın. Bu ifadə elədi 5. Çıxılsın 5. 5 çıx 5 neçə edir? 0. -18'i 0'a vuranda neçə edir? Ümumilikdə canımız da edir 0. Söşalar. Qurtardı. Bu formada təyin edirsiniz. 10-cu sualı özünüz işləyirsiniz. 11-ci sual. Deyir ki, hesablayın və müqayisə doğrudurmu? Müqayisə edin. Gəlin hesablayaq. Bir-iki dənə sual üzərindən baxaq. Verilib bizə B variantını hesablayıram uşaqlar. A variantı asan görsənir. -24 bölünsün -2'nin. -2'nin kvadratı çıxılsın 10 bölünsün -5. Aha. Modulda bağladım. Və 4. 4-dən müqayisə edəcəm. Hələlik bunun cavabını tapım, sonra 4-dən müqayisə edəcəm. Birinci modul daxili ifadə. Bunu yazmalıyam. Aha. Modulun daxilində nə var? Qüvvət. Birinci qüvvət tapıram. Şu an nəyin kvadratıdır? 2'nin kvadratı. Bax, mörtəzə yoxdur.
Mənfinin kvadratı deyil. Mənfi oldu, 2 mi qaldı? 2-nin kvadratı neçədir? 4. Çıxılsın. Bu isə. İndi bölməni yerinə yetirirəm. 10 böl mənfi 5 bizə nəyi verir? Mənfi 2. Çıxılsın mənfi 2. Bu da elədir, mənfi 4. Çıx. Elədir, plus 2. Baxın, uşaqlar, bunu qabaqcadan da elə plus 2 yaza bilərdim. Deyərdim, bu da mənfi, bu da mənfi. Uşaqlar, mənfi yoxluğa çıxdı. Plus elə 2 yazıb bir promo yaza bilərdim. Bu da bərabərdir. Bu da bərabərdir. Cavab elədi, mənfi 2. Və modul var. Modulda da mənfi 2-dən mənfi 24 bölünsün yazdım. Modulda mənfi 2. Bu da bərabərdir. Mənfi 24 moduldan çıxdı müsbət 2. 24-ü böləndə 2-yə elədi 12. Cavab elədi mənfi 12. İfadəni qiymət edir. Mənfi 12. İndi mənfi 12 ilə 4-ü müqayisə edək. Təbii ki, 4 müsbət olduğuna görə daha böyük hesab olunur. Keçirəm bir dənəsini də yazıram D variantına. D-yə baxaq. D-də bizə nə deyir? D variantında bizə deyir. Mənfi 3-ün kubu plus 20 və mənfi 3-ün kvadratı. Aha, hər şeyini tapıram. Birinci qüvvət üstü. 3-ün kubu neçə edir şuralar? 27 plus 20. Biri mənfi, biri müsbətdirsə, böyüdən kiçik çıxıram. Böyük işarəsi qəraiyəsin. Mənfi 7. Və modul var deyə, modulda mənfi 7-dən də çıxdı müsbət 7. Ən axırda aldım müsbət 7. Cavabım. Keçdim mənfi 3-ün kvadratı, mənfi vır mənfi. Bax, mənfinin də kvadratı mörtəzə var. Aha, mənfi vır mənfi elədim. Müsbət 9. 9 ilə müqayisəsini aparım. Təbii ki, 9 böyüdür 7-dən. İfadənin qiyməti olur belə. Bir dənə də F variantına baxaq. F variantında bizə nə deyir? F variantında verdi. 12'nin kvadratı bölünsün mənfi 9 minus 3 və deyir ki 12'ni müqayisə edir. Mərkəz daxilini hesablayıram. 9 manat borc aldın, sonra 3 manat. İkisi də mənfidirsə toplanırdı, işarə qarşıya yazılırdı. Problem yoxdur. Belədir. Mənfi 12. 12'nin kvadratı 12 vurulsun. 12 elədi 144. 144 bölünsün mənfi 12. Bir mənfi, biri müsbətdirsə cavab elədi. Mənfi 144'ü böləndə 12 elədi 12. Mənfi 12 ilə 12'ni müqayisə eləyəndə müsbət ədədimiz daha böyük hesab olunur. Cavab olur bu formada. Keçdik 12-ci suala. Uyğun ədədi ifadə yazın və qiyməti hesablanın. Mənfi 2 və 3 ədədinin cəminin kubu. Mənfi 2 və 5 ədədinin cəmini tap. Cəmi nə edirsə kubu. Aydın uşaqlar? Bax, bəzən mörtəzəni yazmırsınız. Mörtəzəni yazmırsınızsa bu 5'in kubudur. Mənfi 2 ilə 5'in kubunun cəmidir. Deyir ki, bunların cəmini tap. Cəmini deyirsə mörtəzə yazmalıyam. Sonra kubu tap. Deməli, biri mənfi, biri müsbətdirsə, böyüdən kiçik çıxır, böyüdən işarəsi qarşısına 3'ün kubu bu da elədi 27. Keçdim. Bir dənə də. 6 və mənfi 8 ədədinin fərqinin 6'nın mənfi 8'in fərqinin kvadratıdır. Fərqini tap. Sonra kvadratıdır. 6 mənfi elədi. Müsbət plus 8 kvadratı. 6 plus 8 elədi 14'ün kvadratı o da eləyir 196.
İfademiz olur bu formada. Uşaqlar 13-cü sualda sizə deyir ki, dəyişən verilmiş qiymətində ifadənin qiymətini tapın. Uşaqlar A-nı B-ni yerinə qoyursunuz, ifadənin qiymətini tapırsınız. Bir dənə A variantı üçün bir dənə nümunə izah edəcəm. Bax, A-nın yerinə -2 plus B-nin yerinə -8. Bax, 2 dənə işarədirsə, möhtəzən yazmağı unutmayın. Bölünsün 4. Deyir ki, bax, A plus B bölünsün 4 üçün yazın. Deyir ki, A-nı B-nin yerinə qoy, ifadənin qiymətini tapın. Birinci bölmə. -8 böləndə 4 elədir. -2 -2 plus -2. Bu da bərabərdir. -2 mənfi müsbət elədir. -2. İkisi də mənfidir. Toplayırdınız işarə qarşıya. Cavab edir -4. Yerdə qalan sualları özünüz yazıb tamamlayırsınız uşaqlar. Mövzunu bəyənsəniz, bəyənməyi, şərh yazmağı və abunə olmağı unutmayın. Belə videoların uşaqlar davamını gəlməsini istəyirsinizsə mütləq şəkildə bəyənin, şərh yazın və abunə olun. Sağ olun uşaqlar, görüşərik.